Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Xüsusi gündəm efirdədir. Xüsusi gündəm bu dəfəki mövzusu olduqca ağırdır. Ona görə ağırdır ki, odla su arasında qalmaq kimidir. Eyni zamanda su üzərində yerimək qədər təhlükəlidir. Bir neçə gün öncə sosial şəbəkələrə bir video düşdü. Olduqca ürəkbulandırıcı idi. Ona görə ürəkbulandırıcı idi ki, həmin videoda baş verənləri gözümüz hələ görməyə öyrəşməyib. Biz Azərbaycan qadınından o cür hərəkətlər görmək istəmirik. Məsələ nədir? Məsələ ondan ibarətdir ki, bir neçə gün öncə Füzulidə çəkildiyi iddia olunan bir hadisə baş verib. Şəhidin plakatının qarşısında hansısa bir nəfər bir xanım tərəfindən alçaldılır, diz çöktürülür, üzr istətdirilir. Eyni zamanda onu qulaqlara qurğuşun, İraq it kimi yeridilməsi məsələsi ürəklərimizi o qədər titrətdi ki, adam deməyə söz tapmır. Videoda olan şəxslərin şəhid anası Lətifə Zamanova olduğu iddia olunur. Şəhidimiz isə 2-ci Qarabağ döyüşlərinin iştirakçısı, eyni zamanda şəhid olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını vermiş Vüqar Zamanovdur. Plakatdakı oğlanı deyirəm. Gülərüz bizə, elə hamımıza baxırdı. Eyni zamanda qəribə bir təbəssümlə, müəyyən mənada narazı bir təbəssümlə elə həmin hadisə yerində baş verən proseslərə gülümsəyirdi. Bu, sarkazm bir gülüş idi. Ən azından mən belə gördüm. Hadisənin motivi belədir. Şəhidin plakatı qarşısında bir insan, orta yaşlı bir kişi alçaldılır. Özü də bizim mental dəyərlərə uyğun olmayan bir şəkildə. Bir qadın tərəfindən. Həmin qadının şəhid anası olması isə daha çox ürək ağrıtdı. Ona görə ki, biz Azərbaycan qadınını, eyni zamanda şəhid anasını bu cür obrazlarda görmək istəməmişik. Gözümüz, könlümüz də öyrəşməyib. Azərbaycan qadını öz ağırlığı, sambalı, eyni zamanda təmkini, dəyanəti ilə seçilib. Baş verən proseslərin ağırlığı nə olursa olsun, ən pis məqamlarda belə qanın, qadanın qarşısını almaq üçün hadisə yerinə öz kəlağayısını atıb. Məsələn, 1988-ci ilin 13 fevralını xatırlayın. Həmin vaxtı Xuraman Abbasova, sosialist əməyi qəhrəmanı, ermənilərin hərəkətlərinə qeyizlənən Azərbaycanlı oğulların önünə kəlağayı ataraq qanın dayandırılmasına nail olmuşdu. Bax, Azərbaycan qadını budur. Eyni zamanda şəhid anası öz ağırlığı, sambalı ilə həmişə seçilib. Məsələn, Azərbaycanın milli qəhrəmanı Polad Həşimovun anası Səmayə ananı götürək. Öz abrı ilə, ağırlığı ilə, təmkini ilə, dəyanəti ilə bütün qadınlara örnək olub. Eyni zamanda 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ savaşında da bu cür şəhid analarımız çoxdur. Onların sayı onlarla, yüzlərlə, minlərlədir. Həmin videodakı şəxsin Lətifə Zamanova adlı qadın olduğu bildirilir. Polis məsələ ilə bağlı öz rəsmi mövqeyini açıqlayıb. Hadisənin Füzulidə olduğunu, eyni zamanda Füzuli rayon polis şöbəsi tərəfindən prosesin araşdırıldığını və sübutlar toplanıldıqdan sonra onun məhkəməyə təqdim olunacağı vurğulanıb. Elə bizim demək istədiyimiz də budur. Bu ölkədə şah qanunu olmasa da qanun şahdır. Bütün məsələlər hüquqi çərçivədə öz həllini tapmalıdır. Kimliyindən asılı olmayaraq o cür təhqirlərə yol vermək olmaz. Çünki biz hüquqi cəmiyyətdə yaşayırıq. Qanun hər şeydən üstündür. Qanun hamı üçün qanundur. Böyükdən kiçiyinə, kiçikdən hər kəsinə qədər. Bizim hüquqlarımızı qanun müdafiə eləyir. Eyni zamanda biz şəhid analarından Tomris kimi, Sara xatun kimi təmkinli və dəyanətli olmaq arzulayırıq. Videodan görünən məsələ odur ki, şəhid anası isterik vəziyyətdədir. Əslində nə etdiyini bilmir. Təbii ki, bu hal müəyyən dərəcədə yüngülləşdirici hal kimi görünə bilər. Ancaq burada bir nüans da var. Onun bu hadisəyə gedən yolda doğrudanmı dayandıran olmayıb? Doğrudanmı onu yolundan döndürən olmayıb? Ancaq biz yenə həmin videoda nəyi görürük? Hansısa kişilər, kişi xaylağından olan şəxslər prosesə müdaxilə etmək əvəzinə, şəhid anasını bu yoldan döndərmək əvəzinə əlinə kamera alaraq onu lentə alıblar. Onlar da elə Lətifə Zamanova qədər məsuliyyət daşıyırlar.
Ona görə ki, şəhidimizin plakatını təhqir etdiyi iddia olunan şəxsin, o da bir nəslin nümayəndəsidir, onun da ailəsi, uşaqları var, bunu haşiyə kimi qəbul edin. Təhqir olunmasına rəvac veriblər, qol çəkiblər, imza atıblar və bu baxımdan həmin şəxslər də qanun qarşısında yəqin ki, cavab verəcəklər və etdiyi əməllərə görə məsuliyyət daşıyacaqlar. Gələk məsələnin əsas tərəfinə. Təbii ki, biz ilk olaraq şəhid anasını qınadıq. Ona görə ki, bizə bu hadisədə bütün hallara baxmayaraq, bütün nüanslara baxmayaraq elə ən doğma tərəf şəhid anası olduğu üçün birinci ondan başladıq. Ancaq məsələnin ikinci tərəfi də var. Əslində bəlkə də əsas tərəfidir. Şəhidin plakatının təhqir olunması. Şəhid hər birimizindir və ona görə onun ruhunun alçaldılmasına hamımız öz kəskin formada etirazımızı bildirməliyik. Özü də ləyaqətli formada, adımıza, sanımıza layiq. Eyni zamanda şəhidimizin adına, sanına layiq formada. Həmin şəxs şəhidin fotosunu, ruhunu təhqir eləyibsə, ən ağır şəkildə cəzalandırılmalıdır. Amma yenə deyirəm, hüquqi formada. Burada diqqət çəkən bir məqam da var. Şəhidin fotosunu, plakatını təhqir eləyən şəxs çəkməyin, çəkməyin deyir və xahiş eləyir. Hiss olunur ki, həmin şəxs də əməlindən peşmandır. Təbii ki, hüquqi müstəvidə sonrakı mərhələlərdə bu peşmanlıq özünü daha aydın formada büruzə verəcək. Ancaq onun etdiyi hərəkətin heç bir halda alternativi yoxdur və ona el qınağı o dərəcədə şiddətli olmalıdır ki, həmin şəxslər və bu qəbildən olan şəxslər bir də şəhidlərimizin ruhuna toxunmasın. Zaman-zaman hətta Vətən müharibəsindən sonraki dövrlərdə biz şəhidlərə qarşı sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında nalayiq ifadələr səsləndirən, onlara qarşı alçaldıcı sözlər söyləyən şəxslərin videoları ilə qarşılaşmışıq və el qınağı olub, özü də ən ağır formada. Ən əsası hüquq yenə də sonda öz sözünü deyib, həmin şəxslər inzibati qaydada, hüquqi çərçivədə öz cəzalarını alıblar. Yenə də deyirəm, qanun uşaqdır və heç kəs qanundan üstün deyil. Cinayəti törədən də, səhv addımı atan da cəzalandırılmalıdır ən ağır şəkildə, ancaq hüquqi çərçivədə hüquqdan kənara çıxmaq bizlik deyil. Çünki biz hüquqi dövlətin vətəndaşıyıq və dövlətimizin adına ləkə gətirəcək xalqımızın, milli mənəvi dəyərlərimizin, mental düşüncəmizin, mental mədəniyyət formamızın, mental kodekslərimizin əksinə gedəcək hər hansı addım atmamalıyıq. Çünki bizə düşmən də baxır.